Azərbaycan Respublikasının 2025-ci il üçün mülki müdafiə tədbirləri planına əsasən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 12 mart 2025-ci il tarixində Kürdəmir rayonunda yerləşən Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Kürdəmir Regional Asan Xidmət Mərkəzində fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilmişdir. Məşqə Kürdəmir Regional Asan Xidmət Mərkəzinin rəhbər heyəti, mülki müdafiə qərargahı, obyektin hərbiləşdirilməmiş mülki müdafiə dəstələri və dəstələrə cəlb edilməyən əməkdaşlar, Fövqəladə Hallar Nazirliyi, Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə hissəsinin və Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzi, publik hüquqi şəxsin Kürdəmir Təcili və Təxirə Salınmaz Tibbi Yardım Bölməsinin şəxsi heyəti və texnikaları cəlb olunmuşdur. Məşq mülki müdafiə planlarının reallığının yoxlanılması, rəhbər və komandir rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyəti üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının yoxlanılması, ehtimal olunan fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi, qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, mülki müdafiə dəstələrinin qəza, xilasetmə və digər təxirə salınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi, həmçinin əməkdaşların fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə öyrədilməsi, məşq iştirakçılarına fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili sahəsində təcrübənin artırılması məqsədi ilə keçirilmişdir. Ümumilikdə Kürdəmir Regional Asan Xidmət Mərkəzinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətlərin qiymətləndirilmiş, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənmişdir. Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılmış, nöqsan və çatışmazlıqlar müzakirə olunmuş, aidiyyatı üzrə tapşırıqlar verilmişdir. Günel Zülfüqarova, Aqil Əsədov bugün informasiya proqramı üçün.